Kompüterin iş etibarlılığının göstəricisi hesab etmək olar. Prosesorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayını, bu, kompüterin işləmə sürətinin göstəricisi hesab olunur. Müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompüterin dayanmadan işləməsi ehtimalı, bəli, bu kompüterin iş etibarlılığının göstəricisi hesab edilə bilər. Prosesorun hansı əməliyyatları yerinə yetirdiyini, əmirdəki operantların sayını, əmrin formatını, bu kompüterin əmrlər sistemidir. Ədədlərin təsviri üçün istifadə olunan mərtəbə sayını, bu kompüterin hesablama dəqiqliyidir və kompüterin yaddaşında saxlanıla bilən informasiyanın maksimal miqdarı, bu da kompüterin yaddaşıdır. Onda iş etibarlılığının göstəricisi hansıdır? Doğru cavab müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompüterin dayanmadan işləməsi ehtimalı.